Məhsuldarlığı gündəlik 450-480 kub metr olan neft və qarışıq neft emalı qurğusunu təqdim edirik. Qurğumuz 3 müxtəlif, yüngül, orta və ağır tipli neft məhsullarının emalı üçün nəzərdə tutulmuşdur. Xammal dəmir yolu vasitəsilə şirkətimizin balansında olan, eyni vaxtda 44 vaqonun doldurulması və boşaldılması gücünə malik estakadaya qəbul edilir. Xammal dəmir yolu estakadasından mərkəzdən qaçma nasosları vasitəsilə əmtəə parkımızda əvvəlcədən müəyyən edilmiş çənlər ötürülür. Parkın ümumi həcmi 24 min olub. Müxtəlif tutumlu çənlərdən ibarətdir. Xammal əmtəə parkından aralıq nasosu vasitəsilə birbaşa qurğuya çəkilmiş boru xətləri ilə emal qurğusuna nəql edilir. Qurğuda xammal nasosu vasitəsilə neft və qarışıq neft məhsulları istilik dəyişdiricilər blokundan keçirilərək 200-220 dərəcəyə qədər Selsidə qızdırıldıqdan sonra sobaya göndərilir. Sobada 340-350 dərəcəyə qədər Selsidə qızdırıldıqdan sonra xammal rektifikasiya kolonlarına daxil olur. Kolonun yuxarı hissəsindən çıxan su buxarı, karbohidrogen qazları və distillə benzini, nafta, hava soyuducularında soyudulduqdan sonra 3 fazalı separatora yönləndirilir. Rektifikasiya zamanı alınan karbohidrogen qazları separatordan ətraf mühitin çirklənməsinin qarşısını almaq və sobada yanacaq sərfiyyatını azaltmaq məqsədi ilə yandırılmaq üçün sobaya qaytarılır. Proses nəticəsində alınan neft məhsulları ilk distillə benzini, nafta, kerosin, dizel yanacağı və mazot laborator analizlərdən keçirildikdən sonra əmtəə parkındakı müvafiq çənlərə göndərilir. Emal dərinliyini və alınan məhsulların keyfiyyət göstəricilərini yüksəltmək üçün mobil su buxarı qazanxanası mövcuddur. Qazanxana saatda 3 ton, 10 atmosfer təzyiqə malik quru su buxarı istehsal etmək gücünə malikdir. Burada istehsal olunan su buxarı, həmçinin dəmir yolu estakadasında və əmtəə parkındakı çənlərdə müxtəlif texnoloji məqsədlər üçün istifadə olunur. Qurğuda emal prosesi rəqəmsallaşdırılmışdır. Bütün texnoloji avadanlıqlar və ölçü cihazları vahid məlumat şəbəkəsində birləşdirilmişdir. İnsan amilindən qaynaqlanan risklərin azaldılması məqsədi ilə uzaqdan idarə etmə, avtomatik xəbərdarlıq, diaqnostika və fövqəladə dayandırma funksiyaları tətbiq olunur.